Rusiya mediasında jurnalist və ekspertlərin sərt açıqlamalarından sonra Rusiya Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirib. Bu, Rusiyanın mediadan qonşu ölkələrə təzyiq vasitəsi kimi istifadə etdiyini göstərirmi? Rəsmi Moskva isə bu açıqlamaları şəxsi fikir kimi təqdim edərək məsuliyyətdən yayınmağa çalışırmı? Bəli, bu yanaşma vəziyyəti kifayət qədər düzgün izah edir. Ancaq burada mühüm bir məqam var. Azərbaycan Baş Prokurorluğunun ittiham irəli sürdüyü Rusiya vətəndaşlarından biri sadəcə jurnalist və ya siyasi şərhçi deyil. O, yaxın vaxtlara qədər Rusiya hökumətində nazir müşaviri vəzifəsində çalışıb. Bu səbəbdən onun açıqlamalarını yalnız şəxsi mövqe kimi qiymətləndirmək çətindir. Rəsmi Bakının reaksiyasından qısa müddət sonra həmin şəxsin istefa verməsi isə məsələnin daha geniş xarakter daşıdığına dair suallar yaradır. Rusiya dövlət mediasında səslənən fikirləri tamamilə şəxsi mövqe kimi qiymətləndirmək də çətindir. Belə platformalarda əsas mövzular üzrə müəyyən ümumi yanaşmanın olması mümkündür. Buna görə də Rusiya hökumətində bəzi şəxslərin bu açıqlamalardan əvvəlcədən xəbərdar olması ehtimalı istisna edilmir. Azərbaycan Xarici İşlər Nazirliyi də Rusiya rəsmilərinin məsələ ilə bağlı məlumatlandırıldığını bildirib. Buna baxmayaraq, rəsmi Bakı hesab edir ki, oxşar açıqlamaların qarşısını almaq üçün Rusiya tərəfi kifayət qədər tədbir görməyib.